Şərtdə bizdən A, B, C, D-nin cəmini tapmamız istənilir. Gəlin baxaq görək onları ayıraraq müəyyənləşdirə bilirikmi? 3-dən 5 çıxanda C qalıb. Bilirik ki, 3-dən 5 çıxmaq olmur. Deməli, bu 3 yox, bir vahid alıb 13 imiş, düzdür? 13-dən 5 çıxanda qalır 8. C-ni tapdıq. Daha sonra 0-dan B çıxanda 4 qalıb. Bu 0 ola bilməz də, 10 imiş. Amma ondan da nəzərinizə çatdırın ki, birini vermişdik 3-ə. Yəni, burada qalıbmış 9. 9-dan B çıxanda 4 qalıbsa, B sən demə 5 olmalıdır, düzdür? 9-dan 5 çıxmalıyım ki, 4 qalsın. Davam eləyək. Yenə 0-dan 7 çıxmaq olmur, düzdür? Amma 0 A-dan birini versək, bura olar 10. Amma nəzərə çatdıraq ki, ondan da birini vermişdik. Burada qalmışdı 9. 9-dan 7 çıxanda qalır 2. Bu hissədə də problem yoxdur. Davam eləyək. A-dan 2-ni çıxmışıq, 6 qalıb. Amma yadımızdadır ki, A-nın da birini vermişdik. Deməli, A-dan birini verəndən sonra 2 çıxanda 6 qalır. A-dan birini verəndən sonra 2 çıxanda 6 qalır. Yəni, A-dan 3 çıxanda 6 qalır. Yəni, A sən demə 9 imiş. A-nı da tapdıq. Davam eləyək. Bu 9-dan heç birini verməmişik, düzdür? Burada hər şey olduğu kimi qalıb. 9-dan 5 çıxanda qalır 4. D-ni də tapdıq 4. A 9, B 5, C 8, D isə 4. Artıq bunları toplaya bilərik. 9 ilə 5-in cəmi 14, 14 ilə 8-in cəmi 22, 22 ilə 4-ün cəmi 26. A variantı doğru cavabdır. A-nı B-yə vuranda A alınıb. Dostlar, ədədi nəyə vursaq özünü alarıq. Əlbəttə ki, 1-ə. Verilmiş ədədi təkcə 1-ə vursaq özünü alarıq. Başqa nəyə vursaq ədəd dəyişməlidir. B-ni avtomatik olaraq tapdıq. 1. İkinci tənlikdə yerinə qoyaq. A üstə gəl 1, 10-dur. Deməli, A nədir? 9. Yuxarıda da yerinə qoya bilərik. Bizə həm A məlum oldu, həm də B. Şərtdə də A-nı istəyirdi deyə D doğru cavabdır. Tərəzinin gözlərinə əsasən görürük ki, 1A 2B-yə bərabərdir. 1C də 2A-ya bərabərdir. Onda C-ni B ilə necə ifadə edə bilərik? Aparıb A-nın yerinə B yaza bilərik, düzdür? A 2B-yə bərabər idi. 2 vurulsun 2B. Deməli, C 4B-yə bərabərdir. 4 dənə B yanaşı olanda C alınır. Tərəzinin bir gözündə 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə B var. Yəni, 4B-yə bölsək, 2 dənə C var deyə bilərik, düzdür? Çünki C-nin biri 4B-dir. 2 vurulsun 4B, 8B-yə bərabər olacaq. Deməli, 8B-nin əvəzinə 2C yaza bilərik. C, C. B variantı doğru cavabdır. 3 ilə 10-un hasili 30-a bərabərdir. 5 ilə 6-nın hasili 30-a bərabərdir. 15 ilə 2-nin hasili 30-a bərabərdir. 1 ilə neçənin hasili 30-a bərabər olar? 1-i neçəyə vursaq 30 olar? Əlbəttə ki, 30-a. D variantı doğru cavabdır. 5-dən 7-yə 2 vahid artım var. 7-dən 11-ə 4 vahid artım var. 4-dən 19-a 8 vahid artım var. 19-dan 35-ə 16 vahid artım var. 2, 4, 8, 16. Görürsünüz, artımlar hər dəfə 2 dəfə artır. 2-ni 2-yə vurmuşam 4 olub. 4-ü 2-yə vurmuşam 8. 8-i 2-yə vurmuşam 16. 16-nı 2-yə vuranda neçə eləyəcək? 32. Deməli, 35-i 32 vahid artırmalıyam ki, sual işarəsinin yerinə uyğun gələn ədədi tapım. 5 ilə 2, 7, 3 ilə 3, 6. 67. C variantı doğrudur. 41 ədədindəki rəqəmlərin bir-birinə hasili eləyir 4. Qarşısında da 4 yazılıb. 24 ədədindəki rəqəmlərin bir-birinə hasili eləyir 8. Qarşısında da elə 8 yazılıb. 32 ədədində rəqəmlərin bir-birinə hasili eləyir 6. Qarşısında da 6 yazılıb. Deməli, 53 ədədindəki rəqəmlərin bir-birinə hasili neçə eləyirsə, onun qarşısında da həmin ədəd yazılmalıdır. 5 dəfə 3-ün bərabərdir. 15-ə sual işarəsinin yerində olmalıdır. D variantı 15. Kök sözündə 3 hərf var. Turp sözündə 4 hərf var. Kələm sözündə 5 hərf var. Boranı sözündə 6 hərf var. Deməli, növbəti sözdə 7 hərf olmalıdır. Pomidor 1, 2, 3, 4, 5, 6, 7. Qarğıdalı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Xiyar 1, 2, 3, 4, 5. Cəfəri 1, 2, 3, 4, 5, 6. Biz 7 olanı axtarırdıq. Bu da pomidor sözündədir. A variantı doğru cavabdır. Kök ilə qidalanan heyvan dovşandır. Armudla qidalanan heyvan hansıdır? Ayı.
C variantı doğru cavabdır. Tut sözündə 3 hərf var. 3-ü özünə vuranda eləyir 9. Qarşısında da 9 yazılıb. Alma sözündə 4 hərf var. 4-ü özünə vuranda eləyir 16. Qarşısında da 16 yazılıb. Gilas sözündə 5 hərf var. 5-i özünə vuranda eləyir 25. Qarşısında da 25 yazılıb. Portağal sözündə 1, 2, 3, 4, 5, 6, 7, 8 hərf var. 8-i özünə vuranda eləyəcək 64. Deməli, D variantı doğru cavabdır. Kəlbəcər sözü müəyyən rəqəmlər istifadə olunaraqdan kodlaşdırılır. Biz həmin kodlaşdırmada əlcək sözünə uyğun gələn rəqəmlər ardıcıllığını tapmalıyıq. Əlcək sözü ə ilə başlayır, düzdür? Kəlbəcər sözündə ə hərfi ikinci yerdədir. Rəqəmlərin arasında ikinci yerdə durur 2. Deməli, ənin yerinə yazacağıq 2. Daha sonra L hərfi gəlir. L hərfi Kəlbəcər sözündə üçüncü yerdədir. Rəqəmlərin arasında üçüncü 5-dir. L-də davam edirik. C-yə baxaq. 4, 5, 6-cı yerdədir. Rəqəmlərin arasında 4, 5, 6-cı yerdə durur 7. K-yə baxaq. 1-ci yerdədir. O da 3-ə bərabər olur. Deməli, ardıcılıq oldu 2, 5, 7, 2, 3. Bu da A variantında verilib. A variantı doğru cavabdır.